Bu videoda fiziksel inkişaf blok imtihanında karşısına çıkabilecek 3 vacib sual tipini təqdim edeceğim. Sola bir adım bir şekilde izah edeceğim ki sola daha rahat ve daha taraflı bir şekilde başa düşebilirsiniz. Bir hatırlatma da edim ki eğer böyle videolardan sizsə video beğenmeyi, kanala abone olmağı ve videolara şərh yazmayı unutmayın. O zaman vaxt itirmədən başlayalım. Demək ki, birinci sorumuzdan devam edelim. Hava temperatürü 22 derece Celsius, nisbi rütubət 80%, hava 11 derece Celsius temperatürə qədər soyuqluqda 0.6 kg metr kub həcmdə maye içərən su buxarının kütləsini hesablayın. Biz ilk önce burada baxaq, nisbi rütubət diyorsun. Yəni fi bərabərdir rho bölü rho 0 diyorsun. Yəni yazır. Rho bölü rho 0 olsun 100%. Bunu buradan yazdım. Ben burada baxan nə? Birinci burada baxan nə? Burada bizə deyir ki, doyan su buxarı 22 derece Celsius temperatur sıxlığı 20'dir. Onu mən B yazdım. Fi bərabərdir. Doyan su buxarı dediği üçün yazılan belə. Rho bölünsün. Rho 0 1-2 doyan su buxarının sıxlığı. Ona göre yeni yazdım 20. Rho'sun nə? 100%. Buradan tapıram mən nəyi? Rho'nu. Yəni 22 derece Celsius temperaturda olan havadakı su buxarının sıxlığı. Yəni Rho'nu buradan tapıram. Rho'nu da buradan tapanda nə olur? Deməli olur belə. Deməli 20 vurulsun fi. Deməli fi'miz də bizə nə qədər burada verir? Bir dənə baxaq 80%. Yəni yeni yazılan nə şey 80. 20 bura 80 bölünsün nə? 100. Sıfırlar buradan ixtisara gedir. Qalır burada nə? 8 bölü 2 yəni 16. Deməli 22 derece Celsius temperaturda 22 derece Celsius temperaturda havadakı su buxarının sıxlığı nə qədərdir? 16 qram bölünsün. Deməli 16 deməli qram bölünsün metrin kubuna bərabərdir. Bunu buradan tapmış olduq. İndi burada baxır nəyə? 11 derece Celsius olan temperaturda su buxarına baxaq. Deməli 11 derece Celsius temperatur. Bizə də burada verib ki, deməli 11 derece Celsius temperaturda doyan buxarın sıxlığı 10 qram bölünsün metrin kubuna bərabərdir. Onu mən burada nə yazam? 10 qram bölünsün metrin kubu. Qram bölünsün metrin kubu yazmış olan. Mən ilk burada görürəm ki 22 derece Celsius temperaturda havadakı su buxarının sıxlığı 16'dır. 11 derece Celsius temperaturda isə dolmuş buxarın sıxlığı 10'dur. Deməli 16'dan 10'a 6 qram bölünsün kub metre qədər azalıb. Sıxlıq. Qram bölünsün kub metre qədər azalıb. Onda deməli burada maye çevrilən həcm baş verir. Yəni 16'dan 10'a azalmasının səbəbi əslində 6 qram kub metre getməsi. Bu da nəyin hesabına baş verir? Həmin bunlarsa baş verən mayenin itkisi hesabına. Yəni mayenin kütləsi hesabına. Yəni mayenin kütləsinin itkisi hesabına baş verir. O deməli buradakı hadisə deməli mayenin kütləsinə görə hesablayır. Mayenin kütləsini tapanda n bərabərdir rho v düzündən istifadə edir və biz də buradan bilir ki rho'nun yeni yazılı delta rho vurulsun v olduğu kimi qalır. Və buradan da delta rho'nun yeni yazılı nə? Rho 2 çıxılsın rho 1. Rho 2 çıxılsın rho 1 vurulsun nə? V. Mən də bilirəm ki rho 2 nə qədərdir? 16'dır. Yeni yazan 16 çıxılsın. Rho 1 nə qədərdir? Tapdığım. Deməli 10'a bərabərdir. Yeni yazan 10. Deməli 16 çıxılsın 10 vurulsun nə? V nə qədərdir? V-nə də buradan baxırıq. Deməli 0.6 kilogram kilometrin kubu. Deməli 0.6 kilometrin kubu. İndi mən buradan bir hesablayıram. Birinci 16'dan 10 çıxdım elədi 6 vurulsun. İndi burada bir şey var ki düzdür burada 6 alınır 6 qram bölünsün metrin kubu. Qram da çevirəm nəyə? Kilograma. 1 kilogram 1000 qramdır. 1 qramdır 0.0 mində 1 kilogramdır. Ona görə belə yazam 6 vuraq. Onsuz mənfi şəklində yaza bilərəm. Vurulsun 0.6 vuraq. Bizdə bir ki 1 kilometr 1000 metrdir. 1 metr yox 1 kilometr 1000 metrdir. Yəni 10 üstü 3. Kubu da olur 10 üstü 3'ün üstü 3. Yəni 10 üstü 9. 3 vurur axı. Ona görə olur 10 üstü 9 bərabərdir. Deməli burada 0.6 bunlar bizə verir neçə? 3.6 vurulsun. 10 üstü 3 10 üstü mənfi 10 üstü 9 bu bizə verir 10 üstü 6. O da bərabərdir. Deməli 10 üstü 6 bu bizə verir. 10 üstü 6 bu bizə o da bərabər. Deməli buradan alınır kilogram kısaca belə deyək. Buradan alınır kilogram. İndi bu kilogram biz çevirməliyik tona. Çünki bizə deyir axı tonla deyir ifadə edər. Deməli 1 tonda 1000 kiloqramdır. Bunu da bölən 1000 olur nə? 3.6 vuraq. 10 saat 10 üstü 3'ə böləndə bu bizə verir 10 üstü 3. O da bərabərdir 3600 ton elənmiş olacaq. Yəni burada camımız olacaq 3600 ton. Camımız olacaq 3600 tona bərabər olmuş olacaq. Yəni kısaca camımız budur. Camımız 3600 ton olmuş olacak. Sonradan tekrar izah etmiş olsa biz birinci burada 22 derece Celsius temperaturda sıxlıq tapdıq və bunu tapmaq üçün fi bərabərdir rho 0 vurulsun 100 düzündən istifadə edir və biz burada rho'nu tapdıq. Deməli biz burada 20-80 vurub böldük 100'ə və buradan da tapdıq 16. Sonra burada dedik ki 22 derece Celsius temperaturda havadakı su buxarının sıxlığı 16'dır. 11 derece Celsius temperaturda isə dolmuş buxarının sıxlığı 10'dur. Deməli 16'dan 10 arasında 6 qram kub metr qədər sıxlıq fərqi var və bu sıxlıq fərqi də mayenin kütləsinə aiddir. Ona görə biz buradan mayenin kütləsini tapanda rho v düzündən istifadə edirik. Yəni delta rho vurulsun v, o da rho 2 çıxsın rho 1 vurulsun v-dir. Yəni 16'dan 10 çıxılır vurur 0.4 kilogramın daha sonra kilometrin kubuna. Oradan da alınır neçə?
3600 ton alınmış olur. Yəni cəmimiz bu olacaq nə? 3600 tona bərabər olmuş olacaq. İndi keçək növbəti sualımıza. Deməli ikinci sualımızdan davam edək. Kapıya burada qalxan mayının qalxma hündürlüyü bunun radiusuna asılı qrafiq vermişdir. Sıxlığı 800 kg metr kub olan bu mayın səthi gəlmə məsafəsi nəyə bərabərdir? Demək öncə biz burada tapırıq nəyə? H, yəni kapıya burada qalxan mayının hündürlüyü. 2 sigma bölünsün rho j r düzsünə bu hesablamış olur. Bunu buradan bildik. İndi biz burada sigma, yəni səthi gəlmə məsafəsini tapmış olsaq, sigma bərabər nə? Sigma bərabər deməli h rho j r, yəni h rho j r bölünsün 2 düzsündən biz burada bunu tapmış oluq. İndi bir-birini tapaq, qoyaq yerinə. Deməli bərabərdir. H nə qədərdir? 16-dır. Deməli 16 santimetrdə olduğu üçün nə olur neçə? Deməli olur 16 vurulsun 10-2. 16 vurulsun 10-2 vurulsun. Rho nə qədərdir? Baxır 8 kg bölünsün metrin kubu, yəni 8 və 10-2. Yeni yazımda 8 vurulsun 10-2. Bunu buradan yazmış olsun. J nə qədərdir? J 10 olsun, ona toxumlu olduğu kimi qalır. L nə qədərdir? L-ə baxırıq. L də bizə deməli 16 uyğun olan R, buradan baxsan 16 uyğun olan R 0.1 milimetrdə olduğu üçün deməli 0.1 və 10-3, yəni belə yazmış olanda bir dəqiqə. Deməli 0.1 vuraq 10-3 belə də qalsın. Bölünsün nə? Kəsrlər nə var? 2. İndi bir-birini də hesablayaq. Deməli ilk öncə burada baxıram nəyə? 10-2, 10-2 bunları bir-birinə apardı. 10 ilə 10-0.1 bu da bir-birinə apardı. Deməli bunlar burada x-a getdi, qalır burada nə? 2 ilə də bu 16 bir-birinə apardı. Burada qaldı 8. İndi 8-i 8-ə vurdum nə qədər elədi? 64 elədi. Baxın, bu 8-i bu 8-ə vurdum 64 elədi. Burada bir dənə var 10-3 var. Yeni yazımda 10-3. Və bizdən də nə ilə soruşur burada? Baxaq. Deməli cavabı millinewton bölsün metrə hesablayın. Aha, deməli millinewton bölsün metrə hesablayırsa deməli olur belə 60-da vuraq. Biz də bilir ki milli 10-3-də ona görə biz bunu bölü 10-3-ə və burada olur nə? 64 millinewton bölünsün metr olmuş olur. Deməli cavabımız nə olacaq? 64 millinewton. Baxın buraya yazıram. 64 millinewton bölünsün metr olmuş olacaq. Deməli cavabımız olacaq bu. İndi keçək növbəti sualımıza. Son sualımızda 3-cü sualda yer radiusuna bərabər hündürlükdə radiusu 0.02 mm olan kapıya bağlı qalxan suyun hündürlüyünü millimetrə ilə hesablayın. Bunu tapmaq üçün öncə biz nə edirik? Birinci bizə burada yer radiusuna bərabər hündürlük verib. Yəni h bərabərdir L hündürlük. Hündürlükdür və yer radiusuna bərabər hündürlük dediyi üçün, yəni yerin radiusuna bərabər dediyi üçün h bərabər L yazmış oluq. İndi biz bilirik ki, j-nin ilk hündürlüyü nədir? J-nin bölünsün L plus h-ın, daha sonra L kvadrat, j-nin bölünsün L kvadrat. Bu da nəyə bərabərdir? 10-a. İndi mən bu kapılar borunu yer səthində h bərabər L hündürlüyə qaldıramsa, demək bu kapılar borunun daxilində olan bu j-nin qiyməti dəyişmiş olur. Olur nə? JH. JH da bərabərdir j-nin bölünsün L plus h-ın kvadratı. L plus h-ın kvadratı. O da bərabərdir. İndi yer səthində bərabər hündürlük dediyi üçün belə yazın. Deməli j-nin bölünsün L plus r-in kvadratı. Bərabərdir. Deməli j-nin bölünsün 4r-in kvadratı. Mən də bunu belə yazdım. J-nin bölünsün r kvadratı vurulsun nə? 4-də 1. O da bərabərdir. J-nin bölünsün r kvadratı nəyə bərabərdir? 10-a. Bunu yeni yazdım deməli 10. Olur nə? Deməli 10 vurulsun 4-də 1. O da bərabər nəyə? 2.5. Deməli h bərabərdir r hündürlükdə sərbəstləmə tərcihinin qiyməti tapdım 2.5. İndi buradan tapıram nə? Qalxan deməli kapıya burada qalxan mayının hündürlüyü. O da h-da. H da bərabərdir 2 sigma bölünsün rho j r düzsünə tapılır. Yəni bərabərdir 2 vuraq. Sigma nəyə bərabərdir? Baxaq buradan sigmaya. Sigma 70 10-3'dür. Yenə yazdım nə? Deməli 70. Deməli vurulsun 10-3. Bölünsün nə? Rho nə qədərdir? Rho'nun qiymətinə baxaq buradan. Rho bizə verib. Deməli 10-3. Yenə yazdım nə? 10-3. 10-3 vurulsun j 10-10'dur. Bir də burada var r. R nə qədərdir? 0.2 mm. Bu da milli 10-3'dür. 0.2 ilə 10-3 oranında olur. 2 vuraq 10-4. Bunları buradan tapdıq. İndi bir-birini də hesablayaq. Ha bu arada 10 deyil. Mən yenə çaşdım burada. 10 deyil. Bu 2.5'dir uşaqlar. 2.5. Mən bir yerdə çaşdım. Aha. Deməli burada j-nin qiyməti, yəni 2.5 aldığımız qiyməti burada j-ni yəni 2.5'i burada j-ni yenə yazırıq. Burada indi bir-birini də hesablayaq. İlk öncə burada 2 ilə ixtisara getdi. Bunlar getdi. 10-3 olduğu kimi qalır. Çünki biz bunu milliyə çevirəcəyik ona görə. Demək ki, burada ixtisara getdi. Deməli 10-4 ilə 10-3, daha sonra 10-10 bunlar da gedir, qalır burada. Deməli burada nə baş verdi? Deməli bu 2 ilə bu 2 burada ixtisara getdi. Bunlar getdi. Deməli 10-10 bunlar da getdi, qalır burada 10-1. 10-1 qalxır yuxarı olur 10-1. 70 vuraq 10 vurulsun 10-3 bölünsün. Atıda qaldı nə? 2.5. Bu da nəyə bərabər? Deməli 700 vuraq 10-3 bölünsün nə? 2.5. Bölünsün 2.5. 700-dən
2.5 x-ray qədər qalır burada nə? 280. Onsuz mən məfhuşda milli olduğu üçün 280 millimetr olmuş olacaq. Yəni burada camımız olacaq 280 millimetr. Yəni camımız olacaq 280 millimetr. Bu kadar sadə. Belki de bu videonun up to date üçün Fiscal İnşaat blok imtahanında da size videosu olacaq çəkdim. Bu videoda Fiscal İnşaat blok imtahanında qarşınıza çıxa biləcək 3 vacib sual tipinə baxdıq. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videonun adamını istəyirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videoları şərh yazmayı unutmayın. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşəndə sağ olun, salamatçılıqla qalın.